Mənim həm də kolleksiyalarımın satışı var. Baxmayaraq, mənim əsas sənətim saat təmiridir. Ancaq kolleksiyalarımın hər gün TikTokda, Instagramda canlı yayımlarım olur. Canlıda da görsən sual verirlər ki, 20 manatlıq, 30 manatlıq saatlardan görsət. Mən o saatları göstərirəm indi. Ancaq mən məsləhət görərdim ki, sizin sualınıza bir cavab deyək ki, qısa bir vəziyyətdə. Yəni, brend saatlar üstünlük daha gözəldir. Mənim fikrimcə, mütləqdir ki, bu necə deyərlər, bu 20 manatlıq, 30 manatlıq saatlar ömrü qısadır da. Tez xarab olur, tez əksliyini verir. Orijinal saatların mexanizmaları poladdan olur, onların xarab olma ehtimalı çox gecdir. Məsləhət görərdim ki, orijinal saatlara daha üstünlük versinlər. İndi düzdür, hərə öz cibinə görə saat